Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zira Olives, Sleepy by Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Əlifan, sana bir sualım var. Ver. Axırıncı dəfə zarafatı nə vaxt bir yana qoymuşsan? 5 dəqiqə bundan əvvəl qoymuşum zaten. O necə oldu ki? Necə elədin onu? 5 dəqiqə bundan əvvəl sənə demək istəyirdim ki, səndən xoşum gəlmir, amma verilişin xətrinə sənə dib gülürəm. Veriş yaparım. Yalandan zarafat edin də mənə, nə? Hə, yalandan zarafat eləyir. Yaxşı, onda mən də verilişdə sənə qarşı zarafatı bir yana qoyaram. Yaxşı, onda nəyə gözləyirik? Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Dostlar, de. Əlixan sizcə mənlə niyə belə danışırdı? Hə, Belə niyə? arxayın, belə özünə güvən. Niyə? Çünki bugünkü qonağımız elə bir qonaqdır ki, Əlixan o insanla bir çox filmlərdə bir yerdə olur. Hə, nə olsun ki? Yox, o olsun ki, Əlixan, bu veriliş film deyil də, biləsən. Yox, elə bizim veriliş film kimidir. Doğrudan film kimidir. 100%. Onda mən bu filmin rejissoruyam. Lap yaxşı. Yəni mən tək deyiləm də, biləsən, yəni zəif deyiləm. Aha. Bundan sonra üstümə kimi çağırsan çağır gəlsin. Çağıraq da. Çağır. Azərbaycan kinosunun ssenaristi, prodüseri və sevilən aktyoru Müasir Azərbaycan filmini bu aktyorsuz təsəvvür eləmək olmaz. Nicatın da, mənim də ən yaxın dostumuz Azər Aydəmir gəlir. Nəhayət ki, mən də gəldim, çıxdım. Azər, xoş gəlmişsən. Çox sağ ol. Sənə bir söz deyim, onu yadında saxlamışam və mənə inan. Yəni, mənə illərdir tanıyırsan, bilirsən ki, mən heç vaxt yalan danışmıram. Hər adama, hər aktora, hər aktorla çəkilirsən filmlərdə, inanma. Bildiyində söhbət kimdən gedir. Hə, başlayaq. Düzdür, hər aktora inanma, amma rejissorlara inan Azər. Rejissorlara inan. Rejissor aktyorlara. Azər bildi mən nə demək istəyirəm. Azər bildi mən nə demək Ay, istəyirəm. sağ ol. Buyur, Əlixan, nə sözün varsa buyur. Mənim sözüm odur ki, bu yaxınlarda Azər Aydəmirlə bir film çəkmişik. Xeyirli olsun, xeyirli Təşəkkür olsun. edirəm. Azər ilk dəfədir bizim verilişdə. Nəhayət ki, böyüdüm, çox sağ olun. Mənə də bura məsləhət gördülər, təşəkkür edirəm yaradıcı heyətə, çox sağ olun. Azər müəllim, Azər bəy, bizim verilişimizin qaydaları var. Deməli, bizim qonaqlar sizə suallar verəcəklər və siz o suallara cavab verəcəksiniz. Əgər bizim tamaşaçılar düşünsə ki, Azər Aydəmir suala səmimi cavab verdi, onda göy işarəni qaldırır. Yox, əgər qeyri-səmimi idisə qırmızı işarəni və verilişin sonunda biz səmimiyyət faizini ölçəcəyik. Əgər çoxlu qırmızı olsa, Azər müəllim bütün masaların hesabında siz bağlayırsınız. Amma əgər göy çox olsa, Nicat ödəyəcək. Həmişəki kimi mən. Bəli, həmişəki kimi Nicat bizim Nicat yazsın, ömrü var. oliqarx, Yox, qardaşım, onda da şey imkanlı yoxdur. şəxs. Mən niyə bölüşüm ondan? Ən çox ödədiyin hesab hansı olub və harda? Doğrudan belə bir şey olub. Mən kiçik sahibkarlığıma məşğul idim, aktyorluq sahəsinə başlamamışdan qabaq. Mənim bir iki dənə belə balaca obyektim var idi şəhərin mərkəzində və
çox pis işləyirdilər onlar da. Yəni yavaş-yavaş belə deyək, işə düşürdülər və 3 ay deməli kira pulunu gecikdirmişdim. Və o 3 ayın pulu indi məbləği demək olar da yəqin o vaxtı deməli 1500, 4500 manat cibimdə puldur. O vaxtı nə vaxt? O vaxtı bu sizə danışıram 2009-2008-ci illərdən söhbət gedir. Deməli 4500 manat o vaxt üçün kifayət qədər böyük puldur. Elə indi də böyük puldur. Sözümün canı nədədir? Deməli cibimdə saxlamışam o pulları ki, səhər obyektin yiyəsinə onu çatdırmalıyam və birdən-birə bizim bir çox VIP müştərimiz var idi. Hansı ki, mənim obyektlərim demək olar ki, onun hesabına çalışırdı. Birdən axşam getdim kluba, cavan vaxtlarımda gördüm ki, bir masada bunlar oturublar. O kluba da ilk dəfə gedirdim, qiymətlərindən xəbərim yox idi. Mən dedim ki, əşi, bu mənim 2 dənə obyektim, məni dolandıran zaten bu masadır da. Bir dəfə də mən bunların hesabını verim. Və inanın mənim səmiyyətimə orada hesab çıxdı. Hesab düz gəldi, çıxdı 3950 manat. Mən əlbəttə ki, o çek çıxandan sonra qarsona dedim ki, siz alın, mən elə bildim onlar da güngül var məsələdir. Üzrlü hesab eləyim, mən getdim, özləri verirlər. Dedilər, yox, elə şey yoxdur, bizdə hesab çıxır. Və inanırsınız, bütün o kiranın pulunu verdim oraya. Sonra 2 ayda qırışmışıq bizim yer yiyəsi ilə. Yəni belə bir hekayə oldu. 3950 manat 2009-cu ildə. Sonra ürəyin təmiz olsun. Amma ürəkdən vermədim də, onu da deyim də siz. Doğrudan. Yəni məcbur idi. Başqa intervyularda sən deyirdin ki, bəs kasıb olmuşam əziyyətlə. 2009-cu ildə bu qədər pulun adam var. Valla başqa intervyularda demişəm ki, yox, mən kasıb olmamışam, Əlxan Mərxan. Amma ki, əziyyətlə müəyyən işlər görmüşük. Kasıbçılıq nə deməkdir? Kasıbçılıq insanın ruh halıdır. Söhbət cibdəki pulun sayından və yaxud evinin olub-olmamasından gedir. Mən çalışmışam ki, həmişə ruhən zəngin olum və yaxud ən azından onu, belə deyim, qarşımdakı insana ixrac edeyim ki, məsləhətim də hər birinizə elədir ki, çünki ruhən zəngin olmaq insanı nəticədə maddi zənginliyə gətirir, çıxarır, inanın mənə. Amma çətinliklər kifayət qədər olub. Çətinliklər qabaqda da Azər. Bizim qara qutumuz var. Vay. Harada da qara qutumuz? Azər, o qara qutuda Nələr var Azər? nələr var, nələr? Özdə mən səni satmışam. Bəli. Şəkillər ola bilər. Fotolar, şəkillər, əşyalar. Fleşlər. Ola da bilər, olmaya da bilər. Qara qutu gəlsin. Qara qutu, xahiş edirəm, qara qutu gəlsin. Gəl. Mən bu qardaşı bugün özümə kömək istəyirəm. Qardaşım, buna baxasan, sənlə aram pozlar da. Bax, xahiş edirəm, heç kimə göstərməm. Mas edeyim. Buyurun. Azər, səncə nə ola bilər bunun içində? Valla mən biraz həyəcanlandım. Şəkillər dediniz, biraz şəkillər də valla. Sosial şəbəkə dövründə adam şəkillərdən qorxur. Nə şəkillər ola bilər, bax. Hara gedirsən, harada... Bax, mən bir şeyi dərhal etiraf edeyim, uşaqlığım barədə. İnanmıram, onun şəkli ola bilər. Basenlərdən ibarət park idi, ona Fontanka deyirdilər. Yay aylarında mən orada bütün uşaqlığımı lütçünmüşəm digər uşaqlarla bir yerdə. Elə bir şəkil yoxdur orada. O, səncə Əlixana gəlib çata bilər o şəkil? Valla, indiki dövrdə hər şey ola bilər. Hər şey AI ilə də yığmaq olar, süni intellektlə də barmaqlamaq olar. Əvvəla hamınızı salamlayıram. Azərbaycan xoş gəlmisiniz. Bu yaxınlarda sizin şirkətinizə bir filmin çəkilməsi üçün 647 min manat pul ayrılıb. Bəli. Xahiş edirəm, dəqiqləşdi, 657 min. 657 min. Ona görə Əlixan sənə sevindirici haldır. Sizdən öncə də buna bənzər məbləğlər filmlərə ayrılıb, amma bir nəticəsi olmayıb. Sizcə sizin də çəkəcəyiniz filmin aqibəti bundan öncə pul ayrılan filmlərin aqibəti kimi uğursuz olmayacaq? Təşəkkür edirəm suala görə. Bundan qabaq ayrılan filmlərə vəsaitlərin aqibəti olub və o filmlər var, durur. Bəzilərinin də premyeraları, qala gecələri bu il mütləq olacaq. Çünki bir filmin istehsalı bilirsiniz kifayət qədər vaxt aparır. O filmlər kifayət qədər baxılır, baxılmır, bəyənilir, bəyənilmir, bu başqa məsələdir. O ki qaldı məbləğin ayrılması ilə bağlı. Yaxşıdır ki, o sualı verdiniz. Bu aralar kifayət qədər mediada müzakirə olunur. O pul Azər Aydəmirə ayrılacaq deyilən bir şey yoxdur. Azər Aydəmir təklif edib Azərbaycan Respublikası Kino Agentliyinə ki, mən istəyirəm ki, Azərbaycanın qədim tarixi, yəni Manna Mediadan da qədim tariximiz haqqında bir araşdırma eləyək və bunun barədə bir film çəkək, sənədli bir film çəkək.
Uzun uzadı söhbətlərdən sonra Kino Agentliyi ilə Mədəniyyət Nazirliyi belə bir qərara gəlib ki, bu oğlan neçə ildir fəaliyyət göstərir və şou xarakterli, şou tipli məhsullar yaradıb indiyənə kimi tamaşaçıya verib. Tariximiz barədə maraqlı hər bir kəsin baxacağı belə böyük bir layihəni həvalə eləyək və sağ olsunlar, təşəkkür edirəm. İnşallah nə vaxt başlayırsan Azər? Hal-hazırda biz də Hazırlıqlar kasting dövründəyik, hazırlıq dövründəyik. Bəli, hardasa aprel, may aylarında çəkilişlərimiz planlaşdırılır. İnşallah Azər xeyirli olsun. harda baxa biləcəyik? Bu il inşallah onun premyerası olacaq, mediada və sosial şəbəkələrdə onun premyerası barədə məlumat veriləcək. Sözsüz ki, televiziya kanallarında, hər hansı bir platformalarda baxıla bilər. Onun YouTube-da olması böyük sual altındadır. Çox güman ki, olmayacaq. Amma harda olacaq, biz mütləq məlumat verəcəyik. Tamaşaçıların çoxsu maraqlanır ki, biz tender olmadan necə bu baş verdi? Yenə də təkrar eləyirəm ki, tender olur o halda ki, haçan ki, Mədəniyyət Nazirliyi və Kino Agentliyi hansı mövzu ilə bağlı müsabiqə elan eləyir. Burada müsabiqədən kənar idi, sənin təklifin idi. Mənim təklifim əsasında həyata reallaşdırılır. Ona görə tender işləmir. Bəli, yəni Azər özü müraciət edib. Mənim təklifimə hə deməklərinin məqsədi də odur ki, mənim istehsal etdiyim və özümün də çəkiləcəyi film hər birinizə çatsın, hər biriniz ona baxasınız. Bir çox filmlərimi görmüsünüz, düzdürmü? Bəli. Çatıbmı hamısına? YouTube-da reklamı yaxşı olubmu? Bəli. Bu da elə olacaq. Xeyirli olsun qardaşım, xeyirli olsun. Uğurlu olsun. Azər Aydəmir bizim baş sponsorumuz olan Unibankdan sənə hədiyyə var. Zəhmət olmasa hədiyyə kutumuz gəlsin. Azər, biz bilirik ki, sən tez-tez səfərlər eləyirsən, gəzmədiyin ölkə qalmayıb, getmədiyin şəhər yoxdur. Əminəm ki, Unibankın qara kartı sənin yol yoldaşın olacaq. Xahiş edirəm, mən kömək etsin. Unibankın qara kartını görürsünüzsə, bilin ki, bu kartın sahibi təkcə evdə yox, hətta hava limanında da söz sahibidir. Əgər hava limanında çaylı, kofeli, Wi-Fi-lı, internetli, belə komfortlu məkan axtarırsınızsa, deməli bu kart sizin üçündür. Çünki Mastercard World Elite və Mastercard Black Edition kartları ilə dünyanın 135 ölkəsindən çox lounge key zallarına ödənişsiz giriş var. Həmçinin Fast Track xidməti sizi növbədən xilas eləyəcək. Pulsuz transfer xidməti isə sizi evinizdən hava limanına, hava limanındakı otelə tam komfortda aparacaq. Amma ən gözəli konsiyerj xidmətidir. 7/24 sənin xidmətindədir və onun maaşını sən yox, Unibank verir. Bütün bu üstünlüklərdən yararlanmaq üçün Unibank səndən heç bir aylıq dövriyyə tələbi etmir. Unibank sənin bankındır. Təşəkkürlər Unibank. Fatimə xanım, xoş gəlib. Azər bəy, siz həm də çox yaxşı ssenaristsiz. Mən sizə 5 müğənninin adını çəkəcəm. Siz o müğənnilərin həyatına aid bir film ssenarisi yazsaydınız, bu filmlərin adı nə olardı? Hə, adı nə olar? İlk olaraq Ağadadaş Ağayev. Və xahiş edirəm, janrı da çizsin. İmperator gözləmədə. Mən amma adını qoyardım, Stanley Kubrick'in bir filmi var, Shining. Shining. Hə. Hello Jack. Mən ona görə dedim ki, yəni o mövzuya girmirəm də, yəni bildim. Hə, ona görə mən rahatlıqla oraya Keçək ikinci baş çək. müğənniyə. Keçək. Röya. Mahnı oxuyan qadın adında belə silsilə bir gözəl serial eləyərdim. Röya xanımın bu sənətə gəlişi, ilk uğursuzluqları, ilk uğuru, 2000-ci illər, Vaqif Gərayzadə, W Trio. Mən əminliklə deyirəm ki, Röya xanımın prototipini oynayan bir aktrisa tapılsaydı, nəyə görə? Çünki Röya xanımın ona fiziki vaxtı olmaz deyə düşünürəm. 3 sezonluq, hər sezonu, hər mövsümü 10 seriya, 15 seriya olan möhtəşəm mahnı söyləyən qadın və ya mahnı oxuyan qadın adında gözəl bir serial çıxardı. Məncə Röya xanım bu adı bəyənməz. Hə, çünki bu Çox sadə yaxınlarda addır. Afaq Gəncəlinin deyəsən danlamışdı. Hansı bu şeydir? Bəsit təqdimata görə. Bildim, amma bu təqdimat deyil. O Bəlkə başqa bir ad fikirləşək. mahnı Azər oxuyan müəllim, qadın. çox xahiş edirəm, başqa bir dənə ad tapın. Tamam, fikirləşərəm, amma təxmini içəriyi, yəni bu olardı deyə düşünürəm. Niyə də yox? Okay. Digər müğənni Nəfəs. Nəfəs Diri-diri bastırırlar. Mən zibilə salacaq üstüzə. Yox, yox. Asma. Asma. Asma, nəfəsə bağladı. Bir də bu asma, bir də asma. Son olaraq Niyaməddin Musayev. Hə. Dünyanın başını bıraq.
boyadılar. Dünya mənim, dünya sənin. Dünya Niyaməddin müəllimimdir də, maşallah, neçə illərdir kefini qoy olmaz. Allah can sağlığı Allah versin can sağlığı Niyaməddin müəllim. Nicat haqqında film çəksəydin, adını nə qoyardın? Ay, vay. Nicat haqqında film çəksəydim. Bişmiş yumurta, nə bilim, Şaltay Baltay, Tənha Tülkü. Bişmiş yumurta, tənha türkü, hə? Şirinlərin kralı. Şipşirin. Sən də ya imperator, ya kral. Yo, dayan. Tərifləmə də azı. Şipşirin. Həri. Əlixan haqqında nə deyə bilərsən? Bax, o Əlixan Amma haqqında... diqqətlə fikri bildir, çünki bizim gələcəkdə növbəti Planlarımız. proyektlərimiz, Ya, filmlərimiz o olacaq. səmimidir, düz danışır. Bəli, nə var onu ona dəxil deyəcək. yoxdur proyektlər Bəli. falan, düz danışır. Bax, məsəl üçün, yaralı blok siçanı, Yaxşı, ha? uşaq yarasa, sevincək saxsağan, Dayanacaq. hamam tarakanı. O vaxtı köhnə evlərdə işığı yandırın tarakanlar, sarı tarakanlar. Sarı balaca. Sizin laborozda pərdə cırıq-cırıq demişki, mənim heç xəbərim yoxdur. Fatimə xanım, razısınız? Suallar- Razıyam təbii ki də. cavablar? Azər bəyin maraqlı fikirləri var idi, qeyri-adi, özünə məxsus. Çox sağ olun, Sağ təşəkkür olun, edirəm. Sağ olun, Fatimə xanım, sağ olun. Salam, ilk öncə xoş gəlmisiniz Azər bəy. Özümü təqdim edeyim, mən Aysu. Sualım belədir. Son zamanlarda çəkilən filmlərdə, seriallarda qeyri-etik ifadələrdən daha çox desək küçə söyüşlərindən istifadə olunur. Və bir xanım olaraq bu məni narahat eləyir. Mənə maraqlıdır ki, biz söyüşsüz filmləri çəkib qurtardıq ki, söyüşlü filmlərə keçirik. Söyüşsüz filmləri çəkib qutarmamışıq. Çəkirik hələ. O ki, qaldı söyüşlü məsələyə. Burada xanım individual yanaşmadır. Burada hər kəs... Bilirsiniz, təəssüflər olsun ki... Ürək istəyir, söyüşlə cavab verir. Təəssüflər olsun ki, hər serial film başlayanda orada bir yaş kateqoriyası göstərilir. Ona sadəcə fikir vermirlər. 18 üstə gəl, 18 plus, 21 plus, 16 plus, 12. 0 deməkdir ki, hər kəs ola bilər və s. Əslində, bəzi əsərdə söyüş məcburdursa ki, onun dərinliyini və yaxud müəllifin göstərmək istədiyi mesajı tam dolğunluğu ilə çatdırsın. Misal üçün, narkomanlardan film çəkilirsə, hansısa onların bir narkoman cəmiyyətin həyat tərzini göstərdirsə, onlar bir-birlərlə söhbət edirsiniz. Təbii ki, orada söyüş də olacaq, hər şey olacaq. Yetər ki, tamaşaçı başa düşməlidir ki, nəyə baxır və necə özünə hazır eləməlidir. Həm bizim tamaşaçı hazır deyil bəzi söyüşlərə. Türkiyə eşitməyib, bundan əvvəl olmayıb Azərbaycan televiziyasında. Hərçənd Türk televiziyasında var belə bir söyüş növü var. İndi burada adını çəkməyəcəm. Hansı ki, onlar verilişindən kinosuna kimi, xüsusən də Cem Yılmaz istifadə edir o sözü. Amma efirə getmir, o Azər. YouTube-da və digər platformalarda çıxır, efirə getmir Mən heç onun vaxt. konsertində də dəfələrlə eşitmişəm onu. Konsertində ola bilər, Ona amma efirə getmir. uşaqlı, böyüklü hamımız baxırıq. Sonra soruşanda ki, bəs buna baxırsınız niyə də? Deyir ki, türklərdə o başqa məna verir. Amma eyni hərçənd şeydir. eyni şeydir. Yəni. Amma efirdə qadağan Amma orada deyil. şirin çıxır da. Amma Ayxan, Cem Mən Yılmaz... onu Netflixdə görürəm də. Yəni, Netflixdə mənim ailəmin içində olan bir şeydir də platforma. Netflixdə seçimdir deyə, sən özün seçirsən hansı kontentə baxsan və bayaq dediyin kimi orada reytinqlər qeyd olunur. 0, 6, 12, 16, 18, 21. Efirdə söyüşlə bağlı fikriniz nədir? Məhz efirdən gedir söhbət. Televiziya efirindən gedirsə, təbii ki, televiziya efiri qapı döymədən birbaşa insanların evinə sirayət eləyir. Ona görə orada təbii ki, olmaz və baxır vaxta. Amma ümumiyyətlə, yaradıcılıq azadlığı deyilən bir şey artıq lazımdır. Sadəcə seçmə buraxmaq lazımdır. Ya bax, ya baxma. Qane oldunuz. Alqışlar xanıma. Əziz tamaşaçılar, indi isə verilişimizin ən maraqlı yerinə gəlib çatmışıq və biz Azər Aydəmirin şəxsi biznesi haqqında danışacağıq. Əsl xəbər başlığıdır. Azər Aydəmirin şəxsi biznesi açıqlandı. Azər, biz bilirik ki, sənin risksiz, etibarlı, stabil qazanclı olan bir biznesin var. Söhbət Soundrite-dan gedir. Əziz sahibkarlar, əgər iş rejiminiz sizi qane etmirsə, gəlirinizi riskə atmaq istəmirsinizsə, sizi Yangonun rəsmi partnyoru olan Soundrite şirkətinə dəvət edirik. Taksi sertifikatı olan avtomobillərinizi Soundrite şirkətinə etibar edin. Sizin üçün etibarlı və sertifikatlı sürücülər təyin eləsinlər. Biznesinizə rahatlıqla nəzarət edirsiniz, 7-24-dəki yığılmış pulları hesabınıza köçürürsünüz. Bir şey də vurğulamaq istəyirəm. Soundrite-a yeni qoşulan sürücülər 300 manat bonus əldə edə bilərlər. Təşəkkürlər Soundrite. Azər Aydəmir
aktyorumuz, dostumuz. Bizim bir rubrikamız var. Deməli biz bilirik ki, siz improvizasiyanı çox sevirsiniz. Mən improvizasiyasını sevirəm, Azərin və düşünürəm ki, bu gün də sən bizim Nicatla yaratdığımız situasiyalardan çox gözəlliklə aktyorluq məharətini göstərərək çıxa biləcəksən. Biz səni müxtəlif situasiyalara salırıq və sən improvizə eləyib çıxmalısan. Başlayaq. Məsəl üçün, mən sənə zəng edirəm, deyirəm ki, filan bankda işləyirəm, filan bankın işçisiyəm, problemli kredit şöbəsindən narahat edirik. 4 aydır ödəniş eləmirsiniz, gecikdirirsiniz ödənişi. Səbəb nədir? Salam, mən üzr istəyirəm. Mən indi Daşkənddəyəm, çəkilişlərdə. 4 aydır bizim burada bir tarixi bədii filmimiz çəkilir. Çox ideoloji, bizim belə deyək də, bizim tariximizə çox vacib aspektlərə toxunan bir filmdə baş qəhrəmanam. Mən elə bil 4 ay qabaq pulu verdim, bizim bir qonşumuz var, Əhməd ona. O da elə bil ki, sizə gələndə baş ofisə ödürdü. Rəşid Beyputov da Xarici İşlər Universitetindən Azər, avtobusa minmirsən, kartın yoxdur. Sürücüdən xahiş eləyirsən ki, pulsuz minəsən, mən sürücü buyur, xahiş elə. Kiminsə kartı var. Bir dənə üzr istəyirəm, qardaş. Kiminsə kartı bir dənə vurun da, mən indi sizə hesab atarım. Kart vururam. Qardaş, deməli bu qonşumuz yolu Azər, keçən... qızla parkda görüşmüsən, yağış yağır, qız da qayıdıb sənə deyir ki, mən yağışda şeir deyən oğlanları sevirəm, xahiş edirəm şeir dinə. Əzzinəm bir də gəl, 12-də yox, bir də gəl. Xoşuna gəlsə əgər, utanmasan bir də gəl. Həmin Əhməd, yoldaş, eşidirsiniz məni? Ay qardaş, elə şey olanmaz axı. Mən gələndə Ay ödəyərəm. qardaş, pulu verirsən ya yox, mən səni nəyə görə aparıram burada? Zəhmət olmasa kartı vur ora. Deyin. Ay qardaş, gətir ödənişi Pulu deyim. yoxdur səndə bala. Bizə belə yalanlar keçmir. Sizin ödənişinizin vaxtıdır. Onu demək Əhmədə vermişəm. Alo. Bizdə olan məlumatlara görə siz Azər, elçiliyə getmirsən, elçilik dənizin ortasındadır, üzürsüz. Qızın atası deyir ki, mən qızımı müğənniyə vermək istəmirəm. Sən oxuyub onu inandırmalısan. Ay qardaş, ödənişinizi edin, xahiş edirəm. vermirəm Bir ay, 2 ay biz artıq sizin evinizə yaxınlaşacağıq. Avtobusun pulunu ver. Əhməd kimdir? Dalda xanım məni tanıdı, dedi Mən rahat olun. qızımı vermirəm, qardaş. Dalda tanıdı, Xanım qabaqda çox sağ tanıdı, olun. mən Yox, qızımı xanım verdi vermirəm. uca hesabını. Sağ ol. Yaxşı, öz şeirlə də mənə nə olar? Mən Şeiri xoşlayıram, bildim də, yaxşı mənə. Mən şeirlə. müğənniyə qız verən deyiləm. Mən biznesmen müğənniyəm. Başqa müğənnilərə Oxu də baxın. sponsorluq edirəm, Oxu onları baxın. qabağa çəkirəm. Həyatım, bayaqca şeir necə idi? Saat 12-də nə? Əzzinəm bir də gəl, 12-də yox, bir də gəl. Xoşuma gəlsə, əgər utanmasan bir də gəl. Niyə 12-də gəlim? Niyə? Qardaş, 12-də kartı ev vurursan, borcları. biz gedirik ya yox. Sənin dayanacağındır. Xanım vurdu, xanım bə dediniz vuracaqsınız axı. Xanım vurmur. Aşı bir dəqiqə deyən, qardaşım, deyirsən biznesim eləm, kreditini ödəmirsən. Mən qızımı müğənniyə Pul vermirəm. qazanırsınız da, bizneslə məşğulsunuz. Oturacaq. Mən gəlim Bakıya, noyabrda gəlirəm. İnşallah siz şey eləyin də, üst-üstə yığın onu. Biz necə şey eləyək? Müğənni Oxu. dodağına gülüş qonub. Krediti ödə, ay qardaş, krediti ödeyin. Orada nə danışırsınız? Siz mən biznesim eləm, pul qazanım, niyə kredit ödəmirsiniz? Sizə... Xaç kəsilmədi, yalanlar yoxdur söyləyək. Azər, bax, toydasan, tamadasan toyda dava, qırğın düşür, bəylə gəlir, qırırlar bir-birlərini və o toyda dava düşsə sənin axırda pulu verməyəcəklər. Sən bəylə gəlini necə barışdıra bilərsən? Bəylə gəlini... Bir tərəfdən də dalınca it düşüb. Oy, dedim. Ham, düşüb dalınca. Bu biraz yüngül it oldu, mənim anlatım. Hop. Bax, qırğındır, davadır, bəy, gəlin, Avtobusun pulunu da vermirsən, ha, gedir ya hələ də. Bəylə gəlin. Ay qardaş, kredit nə oldu? Gətirin ödənişinizi edin. Sizə də madboy verməmisiniz. Yalanlan, mən görüntülü zəng edirəm sizə. Bu bir sınaqdır deyərəm bəylə gəlinə. Görürsünüz, talih qismət elə gətirib çıxartdı ki, siz bax toyda dava eləməli oldunuz. Yo, barışdıq da, dalınca it düşüb, bax, it düşüb, bəylə gəlin, bax, şunu satacaq. Amma burada özün fikirləşirsən, ha, hafta sən pulu verməyəcəklər. Kredit ödə. Sən verirsən, avtobusun pulu yox, boğaza cəmaat gözləyir. Əsəbini alma yiyirəm. Pulum yoxdur. Bir dənə avtobusda, yəni bir nəfər çıxmadı yerimə pul verə. Hədə bir nəfər olmuyor, Azər tanımadı. Azər, 85 yaşın var, qocalmısan. İndiki Azəri tənqid elə. Əlində də çay var, tez-tez içirsən. Çayın yerinə buz koladır. Buyur. Biraz səbirli ol da, biraz səbirli ol. Mən qaça-qaça aləmi getdim, vurdum bir-birinə. Biraz səbirli ol. Bir məsələni qutar axıra kimi, sonra keç o biri məsələyə. Hamısını bir əlində 11 qatı 85 yaş üçün çox jivoy görsənsən, ha. Yaxşı, Azər, bax, əsəbi halda yüksək səsən kiməsə tərifi sözlər deyirsən. Amma əsəbi qışqıra-qışqıra tərif deyirsən amma. Bax, gəlmişəm. Çox xahiş edirəm, avtobusun pulunu ver, sonra hara istəyən gedək.
Nağd ver. Ladım. Yox, Təriflə məni, əsəbi. Nə bilim, ürəyin nə istəyirdin, amma təriflə də. Sənin Pisli. Sənin üzündən öpərəm mən. Sənin babama üzündən öpərəm mən. Sənin qulağının, burnunun, bütün gözlərindən bir-bir öpərəm. Sənin başını öpərəm mən. Sənə qurban olaram qardaşım. Həri. Səni mən o qədər çox istəyirəm ki. Hər şey Herkese gözəldir. salam. 5'te artı. Xoş gəlmisiniz. Sevilirsiniz. Sağ olun. Bir müsahibenizdə demisiniz ki, kimisə özümə ustad hesab etmirəm. Baxıb öyrəndiyim Hollywood aktyorlarıdır. Köhnə ustad aktyorlarımızdan götürüləsi heç nə yoxdur. Yəni Mən çıxım gedim. Götürüləsi. Yox. yəni onlardan götürüləsi heç bir şey masada yoxdur. oturmuşdunuz? Üzr istəyirəm. Yəni onlardan götürüləsi həqiqətən heç bir şey yoxdurmu? Mən masanın hesabını bağlaya bilərəm. O qədər. Yox, bir dəqiqə Amma xahiş edirəm. bağlamıram, mən cavab vermək istəyirəm. Hə, cavab vermirsən. Deməli, mən İncəsənət Universitetini bitirsəydim, 4 il orada oxusaydım, çox güman ki, aktyorluq fakültəsində orada mənə hər hansı bir dərs deyən müəllim olacaqdı. Həmin insan çevrilib mənim ustadım olacaqdı. Madəm ki, mən başqa sahədən gəlmişəm, sevimli işimlə məşğul, mənim ustadım yoxdur Azərbaycanda. Ustad hesab eləyirəm, ən sevdiyim aktyor Azərbaycanın bütöv tarixində rəhmətli Şahmar Ələkbərov. Onun filmlərini sevirəm, onun aktyorluq yanaşmasını sevirəm. Düşünürəm ki, kəşke o insan sağ olaydı, ən azından rejissor kimi böyük işlər görərdi, aktyor kimi də onun qocalığını da görərdik Sən filmlərimizdə. bilin, sevirəm Şahmar Ələkbərovu. Sevirəm Şahmar Ondan nə götürmüsən? Şahmar Ələkbərovdan sırf aktyorluqdan biraz indi o dövrdə prodüser olmayıb, biraz prodüserlik olub, biraz daha ambisiyalı bir şəxs olub. Məndə olan məlumata görə danışdım. Bəs niyə demirsən ki, Azərbaycandan yox, Hollywooddan götürəm? Əgər indi misal çəkə bilirsənsə. Hə, Hollywooddan götürürəm çünki həqiqətən də düzdür. Mənə dərs keçən olmayıb, amma sən Əlixan bilirsən ki, mən o qədər Hollywood filmlərinə heyranıyam ki. Azər, qardaş Deyə demək bilərəm. istəyir ki, bilirik, Hollywood filmlərindən baxırsan, sevirsən, götürsən. Yəni demək ki, bizim filmlərdə ya aktyorlardan baxıb götürüləsi heç nə olmuyor. Köhnə filmlərdən söhbət gedir. Ümumiyyətcə. Köhnə aktyorlar. Köhnə aktyorlar olsun. Yeganə Şahmar Ələkbərovdan nəsə götürmüşəm və bəyənmişəm onu. Yəni yenə də deyirəm onun oyun Hə, tərzini. o da onu soruşur ki, bəs niyə demisən ancaq Hollywood filmlərinə baxıram, oradan görüb götürürəm. Həqiqətən də eləyəm də, amma Şahmar Ələkbərovu indi məsəl üçün misal gətirdim. Deməli var da bizdə. Azərbaycanda, Azərbaycan ölkəsində köhnə Siz aktyorlar məni olsun. səhv çıxartdınız, siz rahat ola Yox, bilərsiniz. yox, qardaşım sual verir ki, Maaşı rahatlıqla ala Hollywood biləcək demisənsə. var. Səmimi cavaba görə təşəkkür edirəm. Sağ ol qardaşım, sağ ol. Bizim gözəl bir sponsorumuz var. Azərbaycanın kolası. O kolanı hamı tanıyır. Azərbaycan milli kolası Naxçıvan dağlarının suyundan hazırlanmış. Bəli, alqışlarla qarşılayaq Azərbaycanın milli kolası. Mən çox üzr istəyirəm, mənim salamlarım var deməliyəm. Buskolanın möhtəşəm komandasına, xüsusilə Müşfiq müəllimə, Zeynəb xanıma buradan Bəli, salamlar. alqışlayaq Müşfiq bəyi, Zeynəb xanımı, bizim dostlarımız. Azər, mən belə başa düşdüm ki, sən bu koladan içirsən. Mən içirəm, doğrudan doymuram bu Yox, koladan. doğrudan mən ümumiyyətlə Made in Azərbaycan, Azərbaycan istehsalı olan hər bir şeyə, içki, geyim, hər şeyə inanın İnsan. mənə balaca uşaq kimi sevinirəm. Hər zaman nəsə bizim istehsalımızdırsa, mən həmişə çağırıram öz həmkarlarımı, dostlarımı. Yəni biz bunu mütləq eləməliyik ki, xeyir vətənə qalsın sözü elə belə deyilmir. Pul içəridə Dostlar, qalmalıdır, ona görə öz gəlin dadımıza belə baxın. eləyik də, öz məhsulumuzu, öz milli kolamızı içək. Xahiş Bəli, edirəm. bəli. Alqışlayaq bu kolanı. Mən Fatimə, xoş gəlmisiniz bu arada. Qırmızı saçlar çox yaraşır. Çox sağ olun, hamı deyil. Hansısa tendensiyaya uyğun eləmisiniz, hansısa müğənni xaricdə falan Yox, elə. özümə yaraşdırdım. Ona görə hamı deyirdi ki, yaraşar bəyaz tənsin. Adətən xanımlar ya saçını kəsirlər, ya da ki, rəngini dəyişirlər, ya ayrılıq. Mən səni sübut edəcəm. Ya da ki, rəngliyirlər. Səbəb var. Yoxdur, sadəcə yaraşır deyə. Başı batsın onu, nə? Allah vursun onu, nə? Bu ümumiyyətlə Amerikadan gəlmiş Red Fox style idi, qırmızı tülkü. Bəli, qırmızı türkü. Qırmızı türkü.
Yaraşır xanım. Oxşar. Çox yaraşır. Buyurun. Sualımı verim mən sizə. Təkrar xoş gəlmisiniz bu arada. YouTube-a baxırıq Azər Aydəmir, seriallara baxırıq Azər Aydəmir, reklamlarda Azər Aydəmir, kinolarda Azər Aydəmir, Azər Aydəmir, Azər Aydəmir, Azər Aydəmir. Başa düşürəm, pul qazanırsınız. Bəs hər yerdə görünüb adiləşmək sizi narahat eləmir? Yaxşı sualdır. Bilirsiniz, bu bizim işimizdir. Narahat eləmir. Hərdən həddən ziyadə hiss eləyirəm ki, əgər çoxamsa, çalışıram Ara verirsən. Ara verim, amma hərdən müştərilər, misal üçün plakatlarla, reklamlarla serialın siyasəti üst-üstə düşməyə bilər, hamısı da bir arada çıxa bilər. Həqiqətən də elə olub ki, 3 ildir, 4 ildir yoxam. Fərqli-fərqli aylarda, illərdə filmlərə çəkilmişəm. Bir dəfə olmuşdu, 1-2-3 il qabaq. 4-ü də fevralda premyera etmək fikrinə gəldim. Yetişdim dilə ağıza ki, Azərbaycan çatdırıb. Amma hərçənd ki, 4 il ərzində müxtəlif vaxtlarda çəkildiyim filmlər idi. Keçən il Gəncəyə çəkilişə getmişik, verilişlə bağlı. Gəncənin girəcəyində bir kafedə oturub yemək yeyirik. Olar bir 50 yaşlarında bir arıq, belə saçı başı ağarmış, amma çox energetik bir adam bizə qulluq eləyir. Sonradan bildik ki, bu həm kafenin müdürüdür, həm də ofisant deyil, amma qarsonluq da eləyirmiş. Qardaş qayıtdı, dedi ki, mən sizin filmlərinizlə böyümüşəm. Əla. Mənim də başıma gəlib danışacağam sənə. Valla. Həqiqətən onda başa düşdüm ki... Bəlkə boyatı? Yox, bir dəqiqə. Yəni, mən də yaşca böyük insanda dedim, mən filmlərimdə... Bəlkə bir yerdə oxuyurlar məktəbdə. Yox, axırda bilindi ki, sən qardaşın 24 yaşı var. Tez qocam. Hansısa bir səbəblərə görə adam tez qocalmışdı. Biz onu 50 yaşdakı kimi qəbul eləmişik. Amma yenə də o söz elə mənə şey elədi ki... Pis oldun da, o periodda dedim ki, yəqin ki, mən hardasa çoxam. Amma müəyyən yerlər var ki, müəyyən regionlarımız var ki, inanın mənə nəinki adamı, heç üzümü belə tanıyan da yoxdur. Odur ki, görür hansı segmentdə çoxam, hansı segmentdə azam, onu da bilmək lazımdır. Cavab sizi qane elədi. Qane elədi. Xanım yatıb ev bayaq. Bir də ki, kraskanın nömrəsini deyərsiniz də. Hə, deyərəm. Olur. Salamünaleyküm, xoş gördük. Adım Şabandır, 21 yaşım var. Bu il İncəsənət Universitetini bitirmişəm, aktyorluq fakültəsində. Sualım belədir ki, Azər bəy, siz bir dəfəsində belə bir fikir səsləndirmişdiniz ki, Azərbaycanda elə adamlara pul verirlər ki, mən onlara həsəd aparıram. Və bu yaxınlarda sizə də pul verdilər. Belə deyim, siz əvvəl buradan durub ora baxırdınız, indi oradan bura baxırsınız. Və mənə maraqlıdır ki, oradan bura necə görsənir? Həsəd aparırdım, apardım, axırda mənə də verdilər. Qismət oldu. Oradan, valla mən bölməzdim belə coğrafi zonalara, amma indi sizin sualınıza qüvvət. Oradan bura baxanda mövcud reallığa uyğun olduğu yerdədir. Azər köhnə Azərdir ya. Yəni oradan bura baxanda, buradan ora baxanda. Azər köhnə Azərdir. Mən inanmıram ki, hər hansı bir məbləğlərə görə və yaxud hər hansı bir layihələrə görə mən dəyişə bilərəm. Əvvəllər sən deyirdin ki, ona verdilər, pulu buna verdilər, mənə vermədilər. Mən elə söz deməmişəm, amma... Yox, bildim Şaban nə edir, pulu verirlər, başqa müsahibəndən bir start götürüb. O müsahibədə, yəni söhbət hər hansı bir film sifarişindən getmir. Ümumiyyətlə pul vermək, yəni sponsorluqdan söhbət edir. İndi isə sənə veriblər və sən digər tərəfdəsən, o tərəfdəsən. Ben misal üçün, mən də Alatabanı götürmüşdüm, böyük büdcəyə əmələ gəlmər, dedim ki, ona buna verirlər, axırda mənə də verirlər o pulu. Mən keçdim bu bir tərəfə, mənim başımda bir fikir formalaşdı və mən iş qoydum ortaya. Bəli. Bəs indi sən yolun şeydir, çayın bu bir tərəfindəsən. Yəni, siz də gəlin bu tərəfə. Hər adamı vermirlər axı. Mən də deyirəm ki, sənə verdilər, mənə yox. Çalışın, gəlin də. Amma çətindir, bu tərəfdə belə bal tökülüb, yağ sürtülməyib də. Təbii ki. Onu da biləsiniz. Hələm bilmirəm də necədir. Hələm tam ruhumla, bədənimlə hiss eləməmişəm. Mən layihəni ortaya qoyanda, görsən ki, qocalmışam, bütün qaşım gözüm ağarmışam, onda o sual daha aktual olar. Amma belə hələlik heç nə dəyişməyib mənim. Çox sağ olun. Təşəkkür. Sağ olun. Azər bəy, sizin bildiyim qədər səhər yeməklərində zeytundan bol-bol istifadə edirsiniz. Bəli. Özümü tanıyandan bəli. Və zeytunun faydaları haqqında məlumatlısınız. Bəli. Amma və lakin bizim verilişimizin xüsusi sponsoru var. Yerli zirə zeytunları. Və mən istəyərdim ki, Zirə Olivs'dən qəşəng bir səbət yığmışıq. Onu verək.
Bunlar hamısı Azərindir. Burada Azər, bu zeytunun yerli məhsuldur, Zirə Olives-dir. Zirə Olives zeytun zavodu ölkəmizdə yetişən zeytunlardan tam təbii və qatqısız məhsullar hazırlayır. Bağlara göstərilən təbii qulluqdan başlayaraq zavodda son texnologiyalarla yüksək keyfiyyət standartlarına uyğun istehsal aparılır. Zirə Olives zeytun zavodu tam təbii və qatqısız şəkildə zeytun yağları, qara və yaşıl zeytun turşuları, qara və yaşıl zeytun əzmələri, ədviyyatlı zeytunlar, zeytun mürəbbələri, içlikli yaşıl zeytunlar, badam, limon və qırmızı biberlə doldurulmuş çeşidlər yer alır. Zirə Olives həm çeşid zənginliyi, həm təbii tərkibi, həm də ki yüksək keyfiyyəti ilə seçilir. Təşəkkürlər Zirə Olives. Əvvəla salamlayıram hər kəsi, baş taparızlarımız və dəyərli qonağımız Azər Aydəmir olmaqla. Azər Aydəmir, siz örnək aldığım aktyorlardan birisiniz. Sualım belə olacaq, aktyor sənətində çəkinizi nəzərə alaraq, olduğunuz mövqeyi nəzərə alaraq və statusu nəzərə alaraq müğənnilərdən kim Azər Aydəmirdir? Çox intriqa dolu bir sualdır. Yəni də bax sən özün necəsən? Məsəl üçün aktyorlardan Azər Aydəmir, müğənnilərdən filan kəs. Mənə baxma, məndən kömək Kimi gözləmə. özünə belə bənzədirsən də belə deyim. Mən özümü heç kimə bənzətmirəm, heç bir iddiam yoxdur öz sənətimlə bağlı. Mən öz yolumu gedirəm, amma mənim ətrafım hərdən məndə olan məlumata görə məni müğənnilər arasında deməli kinonun Xəyyam Nisanovu sayır. Bəs fikrinizcə aktyorlardan kim bu sənətin balalisidir, Manaf Ağayevidir? Aktyorlardan kim Balalidir və kim Hər Manaf bir, valla bizdə janrlar, xüsusilə komediya janrında və yaxud dram janrında fərq etməz. Tamaşaçıların çox, yəni geniş şaxəli zövqləri var əzizim. Onu mən bilmirəm, mən aktyorları... Misal üçün, mənim canım ciyənim dostum inciməz, Elcan Rəsulov bu sahənin Manaf Ağayevidir. Niyə Elcan Manaf Ağayevdir? Elcanı mən çox sevirəm, həmişə də Manaf Ağayev misal üçün müğənnilər arasında ən belə, necə deyim, statuslu kimi də şəxsi tanışdığım yoxdur. Amma böyük hörmət var ona və s. Elcan Rəsulovun da çox gözəl yanaşması var. Zarafatyanı istədiyi məclisə girəndə deyir ki, çəkilin Elcan gəlib. Mənim misal üçün çox şirin, çox ləzzət edir, mən də elə Elcanı elə sayıram. Balali kim ola bilər Azər? Bir dənə belə fikirləş gözünün qabağına. Balali Azərbaycanın Snoop Dogg-udur. Snoop Dogg. Çox oxşarlıq. Amma ümumiyyətlə kinoda Balali tipində var. Sizin elə Şirin serialında olan Johnny. Çox stil olaraq oxşayırlar. Mənə elə gəlir. Cavanşir Məhrəmov. Qane elədi Sicab. Təbii ki, yəni tam sənin olduğu Təşəkkür yerdə. edirəm. Sağ ol. Xanım, xoş gəlmisiniz. Özünüzü təqdim edin. Salam, Azər bəy, xoş gəlmisiniz. Mən Sevgi. Azər bəy, mənə sizin fikriniz maraqlıdır ki, İncəsənət Universitetini bitirməmiş biri olaraq, oranı bitirən bir çox aktyordan daha məşhursuz, sevilirsiniz və həqiqətən də uğur qazanmısınız. Bəs sizcə, günah aktyorun özündədir, yoxsa İncəsənət Universitetində? Yaxşı sualdır. Vokal dərslərini, ümumiyyətlə konservatoriyanı bitirməyən kifayət qədər müğənnimiz var ki, hal-hazırda, hansı ki, oranı bitirən müğənnilərdən kifayət qədər məşhurdur və zəngindir. Hətta Azərbaycanın hüdudlarında da tanınırlar. Bu, nə universitetlə, nə də ki, müəyyən kurslarla bağlı olan şey deyil. Oranı bitirmək böyük bir üstəgəldir əlbəttə ki, çünki sən daha da fundamental olaraq yiyələnirsən o işə. Amma burada ürək məsələsidir. Öz sahəni, öz məşğul olduğun işi sevmək dərəcəsindən. Populyar olmayan şəxs görünür ki, çox güman ki, biraz az sevir. Və yaxud tərəddüddə bulunub o vaxtları ki, mən gedib bankda işləyim, yoxsa aktyor olum. Amma uşaqlıqdan mı sevgi ilə yanıb yaxılanıb və yaxud müğənnilikdən və yaxud rəssamlıqla insan mütləq və mütləq uğur qazanacaq bu həyatda. Çox həvəskar aktyorlar var. Misal üçün elə İncəsənət Universitetini bitirən elə aktyorlar var ki, diplomları var əllərində, amma sadəcə olaraq heç bir uğur qazanmayıblar, şans düşmür, təkliflər gəlmir. Mən düşünmürəm ki, təkcə vuruşmaqla nəsə əldə eləmək olar. Bayaq söhbət eləyirdi, elə tanınmış Türkiyənin Gibi dizisinin baş qəhrəmanı və ssenari yazarı, sən demə 40-41 yaşında, belə deyək də, el dili ilə desək tutuzdurub. Hər şeyin də öz vaxtı var, şans məsələsi də var. Bəli, şans məsələsi də var. İstedadlı olmalısan.
əziyyət çəkməlisən və şansın da Amma o olmalı. şansı yaratmaq insan özünə yaradırdı. 4 divar arasında oturub evdə mən şansımı gözləyirəm. Mən bir nömrəli mühasibəm, bir S proqramını əzbər bilirəm. Bəli. Bir nəfər də mənə bankdan və yaxud böyük holdingdən qapımı döyüb iş təklif eləmir ayı 8000 manata. Desən, təbii ki, burada şansdan sən həmin o ortamda olmalısan, həmin o community deyirlərində Azərbaycanca, həmin o insanlar arasında cəhd göstərməlisən də. Yəni ki, ən azından bir addım atmalısan. Evdən bayra, bloka. Bunu etməyə Bəli, elə lazım. aktyorlar var ki, şansını da qaçırıb da. Məncə Elə şanslar olub ki, Yenə də deyirəm, yenidən cəhd eləsə olar. Çünki aktyor, incəsənət elə bir sahədir ki, bunun yaşı yoxdur. və verilişimizin bu anında bizim xüsusi sponsorumuz olan Unimetal haqqında sizə məlumat verim. Unimetal Qafqazda boyalı rulon istehsal edən yeganə zavoddur. Burada istehsal yüksək keyfiyyət və dəqiq ölçü üzərində qurulub. Bütün proseslər standartlara uyğun, güclü və stabil istehsal xətti ilə aparılır. Müasir texnologiyalar yerli istehsalla birləşir və nəticədə etibarlı məhsul alınır. Unimetalda hər şey ölçülüdür, nəzarətlidir və uzun ömürlüdür. Məhz buna görə məhsullar 20 il zəmanətlə təqdim olunur. Unimetalla dam örtüyünüz yalnız güvənli deyil, həm də dəbli olsun. Təşəkkürlər Unimetal. Mən sizə sual vermək istəyirəm ki, siz erkən yaşlarda olarkən hər iki valideyninizi itirmisiniz. Allah rəhmət eləsin. Təşəkkür ederim. Bu qədər çətinliklərlə üzləşməyinə, həyatdan bu qədər zərbələr almasına baxmayaraq, bu qədər uğur qazanan Azər Aydəmir hal-hazırda çətinliklərdən keçən insanlara nə deyə bilər ki, onlara motivasiya olsun? Təşəkkür edirəm suala görə. Allah ölənlərinizə rəhmət eləsin. Bəli, mən müsahibələrimin birində və yaxud bir neçəsində bu məqama ciddi olaraq toxunmuşam. Bilirsiniz, valideynsiz insan, atasız, anasız insan dənizdə təhlükəsizlik yastıqsız, dairəsiz və qayıqsız bir insana bənzəyir. O çapalayır, üzməyə çalışır və mütləq sahilə doğru yön alır. Çünki o insanın məqsədi boğulmamaqdır. Həmin o dənizin ortasında ölməməkdir. O zaman həyatla mübarizə aparanda sahili tez tapırsan, ora doğru tez çatırsan. Mən istəyərdim ki, biraz da açaq, yəni bu cavabı. Yəni necə oldu ki, Azər Aydəmir oldu? 2016-cı ildə mən bir restoranda işləyirdim, amma ona rəğmən 2016-cı ildə artıq kifayət qədər filmlərim var idi. Kifayət qədər deyəndə öz dövrümə görə yaxşı idi. 2-3-4 bədii filmim var idi, 1-2 dənə serialım var idi və başa düşdüm ki, bu sahədən kifayət qədər pul qazanan bilmirəm və paralel işlə məşğul olmalı oldum. Burada utanılası bir şey yoxdur. Bulvarda yerləşən restoranların birində administrator, direktor vəzifəsində çalışırdım. Mən o restoranda olmuşam. Bəli. Və xeyli vaxtda kökəlmişdim. Haradasa 130-130-dan çox kiloluydum. 2016-cı il idi, mənim ad günüm idi. 24 iyul və mənim 10 ildir danışmadığım bir dostum, küslü olduğum bir dostum, Londonda yaşayan bir dostum necəsə gəlib Bakıya məni tapıb. Nəsə barışdıq o ilə 10 illik küslülükdən sonra. Bir xeyli vaxt söhbətdən sonra baxdı mənə ki, mən deyir Londondan sənin filmlərinə baxıram. Bəs mən gəlmişəm, mən burada tamamilə rockstar bir insan görməyi hədəfləyirdim. Öz maşının, öz evin, öz fanatların və s. Necə oldu ki, bəs sən restoranda işləyirsən, bu boyda kökəlmirsən və üzündə xoşbəxtlik yoxdur. Yəni, Azərbaycanda bu sahə bir o qədər də inkişaf eləməyib ona görə. Həmin dostum mənə bir audio kitab məsləhət gördü. Dedi ki, qulaqcığı qoy qulağına, çıx bu işdən ayıbdır. Amma mənim üçün ayıb deyildi, o indi onun nəzər nöqtəsi elə idi. Gel öz sahəndə məşğul ol. Götür bu qulaqcığı, bu audio kitaba qulaq as və yeri, qaça bilmirsənsə yeri bir kilo atman lazımdır. Bir aya hər şey yaxşı olacaq. Oğlan sanki bir ilahi bir məxluq kimi, həqiqətən dostum indi də var, yaşayır, adı Kərəmdir, çox sevdiyim bir dostumdur və çıxdı getdi yenidən Londona. Sanki 10 illik küsürlüyümüz gəldi, bu sözü mənə dedi, çıxdı getdi və doğrudan da o qulaqlıqla mən bu audio kitablara qulaq asmağa başladım. Sonra həyatım tamamilə kardinal olaraq dəyişdi və uğura doğru getməyə başladı. Mən ilk o illərdə Məryəm serialında baş qəhrəman obrazı aldım və orada çəkildim və s. Audio kitab, disiplin, tərbiyə, balans yaratmaq, həyatda balansla bağlı səbir və bir şeyi öyrədən bir audio kitabı idi ki, harda ki, səbirlə, balanslı şəkildə həyatı yürütməlisən, heç vaxt intriqalara qoşulmamalısan, qısa mən deyirəm də, və həmişə dili ağzında saxlamalısan. Yəni, bu üç əsas aspektdən
çıxdım yola. Və indi şükürlər olsun, hər şey qaydasındadır. O audio kitablara qulaq asmaq istədiniz, onu Azərbaycan dilində mən tərcümə eləmişəm. YouTube-da qarışıq fəlsəfədir onun adı, Azər Aydəmirlə. Kimsə həyatında bir çətinliklə qarşılaşıbsa, mən niyə bu dünyaya gəlmişəm və mənim missiyam nədən ibarətdir deyirsə, bəlkə o mənim audio kitablarım sizin köməyinizə gələ bilər. Mənə də vaxtında bax, belə bir insan gəlib məni belə deyək, uçurumdan xilas eləmişdi. Sağ olun. Verilişimizin bu anında bizim xüsusi sponsorumuz Slippy buradadır. Xahiş edirəm Slippy'ni gətirin. Hədiyyə də verək Azər ondan. Alqışlar Slippy'ni. Azər, bilirəm ki, sən çox təmizkar adamsan. Avtomobil Avtomobildə, restoranda, ofisdə, evdə, hər yerdə adamın köməyinə çatır və bəli, daha çox restoranda istifadə edirlər bax. Təşəkkür edirəm. Hə, bax bunu, xahiş edirəm bunu içəri verin. Qara qutunu açmaq istəyərdi. Bəli, orada elə bir dəyərli bir şey var. Əli xan, 1, 2, 3, açırıq. Gəl qardaş, yaxından. Birinci hansı şəkil çıxacaq görəsən. Oo, biabırçılıq. Azər, biabırçılıq. Narahat olma. Denək ki, süni intellektdir. Gətir. Süni intellektdir. Tələsmə də, yox, Məncə də, bu sən gör deyil. sonra. Burada saçları biraz qaradır. Yox, bu süni intellekt deyil. Azər, bizim xüsusi sponsorumuz Unimetaldan sənə hədiyyədir. Bəli. Gözəl bir hədiyyə. Yox, süni intellektdir, gözəl. Bəli. Təşəkkürlər. Əlixan, aradan bəzən gincə hardısan? Deyirəm, Əlixan, harda ola bilərəm? Irish Pub'da. Bəli, bizim bugünkü məkanımız Irish Pub'dır və mən istərdim Irish Pub'a təşəkkürümü bildirim bütün personala və bütün rəhbərliyə. Irish Pub by Hollywood sağ olsun ki, bizə bir gözəl belə bir şərait yaradır. Təamlar da biri-birindən dadlı. Təşəkkürlər Irish Pub. Mən istəyərdim səmimiyyət faizinə Qaydaq. Ki, Azər bizim suallara cavab verdi və əgər siz düşünürsünüzsə, Azər səmimi idi, göy işarələri qaldırırıq. Əgər qeyri-səmimi idi, qırmızı. Buyurun, baxaq görək nədir vəziyyət. Azər bunu partladı. Oydu. Təşəkkürlər. Bir daha söz deyim, alqışlayaq, xahiş edirəm. Azər. Belə şey olmadı. Görürsünüz, Azər necə səmimi oğlandı, hamı onu necə səmimi qəbul elədi və ona görə də biz uduzduq və Əli xan, xahiş edirəm hesabı açırıq, 1 manat, 1000 bərəkət qardaşım. Sən kartla ver, mən sənə nağd verdim. Unibankın posterimnalı gəlsin, xahiş edirik, bəli. Ödə. Heç nəyə baxan dörəm, qardaşım. Ödə qardaşım. Kişi mənə nə hesab göstərsən? Nəsə olub buna? Azər, pul zad verməmsən buna. Bizim dairə. Bizim dairə. Hesabdan heç vaxt qaçmıyor. Ödədin? 1 manatı qaytar. 1 manatı qaytar. Necə adamsan sən? Gələ qardaşım. Sənin olsun. Bəli. Bugün biz doğrudan da çox yaxşı bir kino kimi verilişdə olduq. Bəli, verilişdə olduq. Azər təbii ki, bizim dostumuz, qardaşımız və çox istedadlı bir insandır. Audio-vizual bir veriliş oldu. Azərin söz xoşuma gəldi və növbəti verilişdə növbəti qonaq mən bilirəm kim olacaq. Mənim sevdiyim qonaqlardan biridir. Amma mən sizdən şəxsən xahiş edirəm ki, rəy bölməsində növbəti verilişlərdə kimi görmək istəyirsinizsə, onun adını qeyd eləyin. Biz də onları dəvət eləyək, qonağımız olsun və hesabı ödəsinlər. Mən bezdim hesabı deməkdən. Yox, mən bezdim qardaşım. Hə, yaxşı. Bəli, Azəri alqışlayaq.